الحمد لله الذي خلق الجنة والنار وجعل لكل منهما طريقا واضحا هدى من شاء بفضله إلى الجنة وأضل من شاء بعدله إلى النار وجعل من يتبع هدى الله ورسوله من أهل السعادة ومن يعرض عن سبيله ويتبع هواه من أهل الشقاوة وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين. أما بعد فأوصيكم بتقوى الله فإنها السبيل الوحيد إلى الفلاح والفوز وإنها السبيل إلى النجاة من عذاب النار. Möhtərəm müsəlmanlar, hörmətli, dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Çünki təqva yeganə yoldur ki, Allahın razılığına, cənnətə aparır, uğur qazandırır sahibinə, nicat qazandırır sahibinə. Yeganə yoldur ki, nicatdır, xilasdır cəhənnəmdən, əzabından və hər biri üçün yollar var. İstər cənnət üçün, istər cəhənnəm üçün və heç də qaranlıq yollar deyil, əksinə açıq aydındır. Allah Teala istədiyini öz lütfü ilə, rəhməti ilə cənnətinə müvəffəq edir. İstədiyini öz ədaləti ilə azdırır, cəhənnəmə yönəldir. Kim Allaha və elçisinə itaət edirsə, Allah və elçinin yolunu tutursa, onları səadət diyarının əhli edir. Kim üz çevirirsə, uzaqlaşırsa, havasına uyursa, onları bədbəxtlik diyarının əhli edir, sakini edir. Ona görə bugün hər iki diyarın fərqindən danışacağıq. Səadətin, xoşbəxtliyin bir-birindən, nə ilə fərqlənməsindən, onları ayıran yollardan danışacağıq. O yollar ki, hansı ki insanı sonunda bu ikisindən birinə salır. Ya cənnətə, hansı ki Allah Teala hazırlayıb və vəd verib mömin qullarına, ya cəhənnəmə, o da hansı ki Allah Teala hazırlayıb kafirlər üçün, asilər üçün. Ona görə insan üçün ən əzəmətli neymətlərdən biri də yolların bəyan olmasıdır. Yolların açıq aydın görsənməsidir. Cənnət yolunun, cəhənnəm yolunun ki qul bilsin işini və seçsin hansı yolun yolçusudur. Bu dünyası üçün, ahirəti üçün. İmam Buxari rahiməhullah nəql edir. Abdullah ibn Məsud radiyallahu anh'ın hədisindən deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Əl-cənnətu əqrabu ilə əhədikum min şiraki nə'lihi və nəru mitlu dəlik. Cənnət sizə yaxındır tərliyinizin, yəni şəfitinizin ipi qədər, bağı qədər. Eləcə də cəhənnəm, eləcə də od. Bəyan edir hədisdə ki, cənnət heç də uzaq deyil bizdən. Eləcə də cəhənnəm heç də uzaq deyil bizdən. Yaxındır bizə. Ayağımızda olan o tərliyin ipi qədər, hansı ki qədəmimizin üzərindədir. Ayağın baş parmağının daxil olduğu bir ip, hansı ki tərlikdə olur. O qədər yaxındır. Və qula yaxın olmağı ilə bildirir ki, o yol hansı ki o yolda addımlamalıdır, seçməlidir ikisindən birini. Ya seçməlidir cənnət yolunu, o yolu ki hansı ki çatdıracaq onu cənnətə. O yol ki məşəqqətlidir, çətindir, əziyyətdir, lakin sonucda cənnətə salır onu, cənnətə aparır. Və o yol hansı ki rahatdır, asandır, lakin sonunda onu cəhənnəmə aparır. Bu iki yol haqda xəbər verib sallallahu aleyhi və səlləm bizə, deyib ki, hucibətin naru bi şəhəvat. Cəhənnəm və ya od şəhvətlərlə örtülüb. Yəni cəhənnəmlə sənin aranda hicab var, maniyə var. Nədir o hicab? Şəhvətlər. Nədir o maniyə? Şəhvətlər. Və hucibətil cənnətu bil məkari. Cənnət isə xoşa gəlməyən, bəyənmədiyin, nəfsə ağır gələn bir şeylərlə əhatə olunub, örtülüb, maniyə qoyulub. İmam Nəvavi rahimehullah deyir ki, mənası odur ki, cənnətə çatmaq üçün o xoşa gəlmədiyin maniyələri aşmalısan. Onlara əməl eləməklə, yerinə yetirməklə nəfsivə ağır gəlsə də və cəhənnəmə də çatmaq üçün şəhvətləri aşmalısın. Şəhvətlərə əməl eləməyin bəs eləyir. Ona görə o iki örtü, hansı ki örtüb iki şeyi, onu qaldırmaqla çatırsan ola.
Kim örtünü qaldıracaqsa örtülmüşə çatacaq. Cənnətin örtüsünü nə ilə qaldırırsan? Nəfsinə ağır gələnlərə nəfsini məcbur etməklə. Yerinə yetirəsən deyə. Cəhənnəmin örtüsünü nə ilə qaldırırsan? Nə ilə atırsan? Şəhvətlərlə. Amma nəfsi ağır gələn, nəfsin bəyənmədiyi, baxsan nədir? Görərsən ki, ibadətdir. İbadətdə səy göstərmək, çalışmaq, qamiyyətli olmaq onda, çətinliyinə səbr etmək. Bəzi əməllər, hansı ki, riayət eləsən ona, o örtünü açacaqsan, aşacaqsan, qəzəbi boğmaq, bağışlaya bilmək, həlim olmaq, sədəqə, yaxşılıq etmək, hətta sənə qarşı pislik edənə də yaxşılıq etmək, haramlardan qorunmaq, şəhvətlərə səbr etmək. Əbu Hureyra radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Ləmmə xaləqəllahul cənnə və nər ərsələ Cibril. Allah Taala cənnət və cəhənnəmi xəlq edəndə Cəbrailı göndərdi. Və göndərdi birinci cənnətə. Dedi ki, unzur iləyhə və ilə mə ədəttu li əhlihə fiyhə. Get, bax ona. Və onun əhli üçün nə hazırlamışam, bax ona. Fənədara iləyhə fəracə. Baxır, qayıdır. Deyir ki, və izzətikə lə yəsmə'u bihə əhədun illə dəxələhə. İzzətin üçün onu eşidən elə bir kəs olmayacaq ki, ora girməsin və ya girmək istəməsin. Fəəmərə bihə fəhuffət bil məkərih. Və əmr etdi Allah Taala o xoşa gəlməyən, insanın nəfsinə ağır gələnlərlə əhatə olundu, örtüldü. Fəqalə izhəb iləyhə fənzur iləyhə və ilə mə ədəttu li əhlihə fiyhə. Sonra dedi ki, get, bax, yəni yenə get, bax və oranın əhli üçün orada nə hazırlamışam ona bax. Fənədara iləyhə və getdi, baxdı. Fəidə hiyə qad huffətul məkərih. Və gördü ki, o bəyənilməyən işlərlə əhatə olunur. İnsanın nəfsinə ağır gələn məsələlərlə. Dedi ki, və izzətikə ləqəd xəşitu ən lə yədxuləhə əhədun. Dedi ki, izzətin üçün elə hesab etdim, elə qorxdum ki, ora heç kim girməyəcək. Və qorxdum ki, ora heç kim girməyəcək. Dedi ki, idhəb fəndur ilənnar. Dedi ki, ged oda bax. Yəni cəhənnəmə bax. Və ilə mə ədəttu li əhlihə fiyhə. Oranın əhli üçün nə hazırlamışam ona bax. Fənədara iləyhə fəidə hiyə yarkudu ba'duhə ba'd. Və baxdı ora, gördü ki, ora bir-birinin üstündədir. Bir-birinin tərkindədir. Fərəcə fəqalə və izzətikə lə yədxulu əhədun. Qayıtdı, dedi ki, izzətinə and olsun ki, heç kim ora girmək istəməyəcək və ya girməyəcək. Fəəmərə bihə fəhuffət bil şəhəvat. Və əmr etdi, şəhvətlərlə əhatə olundu. Fəqalə irci fənzur iləyhə. Fənzur iləyhə və mə ədəttu li əhlihə. Dedi ki, get, bax ora. Və oranın əhli üçün nə hazırlamışam? Fəidə hiyə qad huffət bil şəhəvat. Və baxdı, gördü ki, şəhvətlərlə örtülüb, əhatə olunub. Fərəcə və qal və izzətikə ləqəd xəşitu ən lə yəncu minə əhəd illə daxələhə. Dedi ki, izzət və and olsun ki, qorxdum ki, ondan heç kim nicat tapmayacaq, ham ora girəcək, ham ora daxil olacaq. Ona görə də cənnətə girmək istəyən nəfsini məcbur etməlidir itayətə, Allahın ibadətinə, haramlardan uzaq olmağa, əbədi neymət olan cənnətə çatmaq üçün, Rəbbinin razılığını qazanmaq üçün. O cənnət ki, ləzzətdir, həzdir, gözəllikdir. Əbu Hureyra radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, Qaləllahu Teala, Allah Teala buyurdu, Ə'dədtu li ibadiyyət salihin, mə lə aynun raat, və lə uzunun səmiyyət, və lə xatar alə qalbi bəşər. Salih bəndələrim üçün gözün görmədiyi, qulağın eşitmədiyi, qəlbin duymadığı, dərk eləmədiyi bir şeylər hazırlamışam. Yəni cənnətdə, fəqrav inşi'tum, istəyirsinizsə oxuyun, bu ayəni, fələ tə'ləmu nəfsun mə uxfiyə ləhum min qurrati a'yun. Nəfs bilməz, onun gözünün sevinci üçün nə gizlədilir. Ona görə də Allahdan qorxub, salih əməllərə davam etmək lazımdır ki, o cənnət yolunda addımlayasan və o yolun ən rahatı Allaha imandan keçir. Allaha imanla yanaşı salih əməldən keçir. Bu əməllər asandır, baxmayaraq nəfsi ağır gəlsə də, çətin gəlsə də, lakin asandır, yüngüldür kimin üçün Allah asanlaşdırıbsa. Kimin üçün Allah yüngül edibsə, وَالَّذ۪ينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ. O kəslər ki, iman ediblər, salih əməllər görüblər, سَنُدْخِلُهُمْ جَنَّاتٍ مِنْ تَحْتِهَا الْأَنْهَارِ. Onları altından çaylar axan cənnətə daxil edərik. خَالِدِينَ فِيهَا أَبَدًا لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَيُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا. Onlar orada əbədi qalacaqlar. Onları orada pak kölgələr gözləyir və sıx kölgələr olacaq onlar üçün. وَمَنْ يَأْتِهِ مُؤْمِنًا قَدْ عَمِلَ صَالِحًا. Salih əməllər görüb,
onun huzuruna mömin olaraq çıxan fəulaikə ləhum dərəcətul ulə. Onları yüksək dərəcələr gözləyir. Cənnəti ədnin təcri min təhtihəl ənhar. Ədin bağları, hansı ki altından çaylar axır. Xalidinə fiyhə və dəlikə cəzəu mən təzəkkə. Orada əbədi qalacaqlar. Bu təmizlənənlərin mükafatıdır. İnnellezine qalu rabbuna Allahu thumma istaqam. O kəslər ki, dedilər ki, Rəbbimiz Allahdır. Sonra doğru yolda oldular. Fələ xawfun aleyhim və ləhum yəhsənun. Onlar üçün nə qorxu var, nə kədər olacaq. Ulaikə əshabul cənnə. Onlar cənnət əhlidirlər. Xalidinə fiyhə cəzən bimə kənu yə'məlun. Etdikləri əməllərin mükafatı olaraq orada əbədi qalacaqlar. Ona görə də əməl et ki, o möhkəm, o dəyərli, qiymətli, izzətli mükafata çatasan. O mübarək mükafat, hansı ki, həqiqi rahatlıq orada olacaq. Həqiqi sevinç, hansı ki, ondan üstün sevinç yoxdur, orada olacaq. Həqiqi səadət diyarı oradır, hansı ki, tükənmir səadəti, tükənmir xoşbəxtliyi. Nə xəstəliyi var orada, nə rahatsızlıq, nə məşəqqət, nə kədər, nə yorğunluq. Allah Teala bizi onlardan etsin. Bizi, valideynlərimizi, bütün müsəlmanları cənnətin əhlindən etsin. Bizi cəhənnəmdən, əzabından qorusun. Allahım səndən cənnəti, ona yaxınlaşdıran hər bir sözə əməli bilirik. Sənə cəhənnəmdən, oddan, ona yaxınlaşdıran hər bir sözdən, əməldən sığınırıq. Allah Teala bizi eşidib faydalardan etsin. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qorusun. Ölkə başçımızı qorusun. Harada müsəlmanlar əziyyət çəkir, onlara kömək olsun. Zəiflərini doydursun, yedirsin, qüvvətli etsin. İslamı izzətli etsin.